Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə baş tutmamış çevriliş planını açıqlayıb. Paşinyan qeyd edib, bu proses tarixdə xainlərin uğursuz çevrilişi kimi qalacaq. Qeyd edək ki, sözügedən nəşrdə müxalifətin hakimiyyəti devirmək planından bəhs olunub. Yazıda Ermənistanın sabiq prezidentləri və bir sıra Rusiya şirkətləri də qeyd olunub. Nəşr həmçinin daha əvvəl ictimaiyyətə məlum olmayan çevriliş strategiyası adlı sənədin 7 səhifəlik skanını dərc edib. Sənədin birinci səhifəsində planın məqsədi kimi Paşinyanı devirmək və hakimiyyəti xalqa, kilsəyə və digər qurumlara ötürmək göstərilir. ABŞ-ın İrana hərbi zərbələri Tehranın nüvə proqramının əsas komponentlərini məhv etməyib. Bu barədə ABŞ kəşfiyyatının məlumatında deyilir. Kəşfiyyatın ilkin qiymətləndirməsinə görə hücum Tehranın nüvə bombası əldə etmək imkanını yalnız bir neçə ay gecikdirib. Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukashenko arasında telefon danışığı olub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, prezidentlər cari beynəlxalq və regional məsələləri müzakirə ediblər. Söhbət zamanı Avrasiya İqtisadi Şurasının Minskdə keçiriləcək iclasına hazırlıq məsələlərinə də toxunulub. Tataristan ərazisi üzərində 4 PUA məhv edilib. İtki və dağıntı olmayıb. Bu barədə Tataristan rəhbərinin mətbuat xidməti məlumat yayıb. İyunun 24-də Tataristan Respublikasının ərazisi Ukraynadan PUA-ların hücumuna məruz qalıb. Hava hücumundan müdafiə sistemləri düşmənin 4 pilotsuz uçuş aparatını məhv edib. Sakinlər arasında itki yoxdur. Dağıntı və ya maddi ziyan qeydə alınmayıb. Bir neçə dron İranın Rəş şəhərinə hücum edib. Bu barədə Gilan Ossan rəhbərinin müavini açıqlayıb. Bildirilib ki, hücumların havadan müdafiə sistemləri tərəfindən uğurla qarşısı alınıb. Bütün dronlar məhv edilib. Dronların hansı ölkəyə məxsus olduğu açıqlanmır. ABŞ-ın zərbələri nəticəsində Tehranın nüvə proqramının həyata keçirilməsi əhəmiyyətli dərəcədə geriləyib. Bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Grossi deyib. Bununla belə, Grossi əlavə edib ki, o proqramın illərlə geri çəkildiyini əminliklə deyə bilməz. Biz onların nə etmək istədiklərini görməliyik. Onlar əllərində olanı bərpa etmək istəyirlərmi? Sepahın daha 2 generalı öldürülüb. Bu barədə Borna News'un məlumatında deyilir. Bildirilib ki, Sepahın generalları 2 qardaş Rəşid İslami Rizvanpur və Fotihi Qəzvin əyalətindəki qərargahda İsrailin zərbələri nəticəsində məhv edilib. İranın hava hücumundan müdafiə sistemləri Şiraz və Tehran yaxınlığında Pənənddə aktivləşib. İran hava hücumundan müdafiə vasitələri Şiraz təmasında puanı vurub. Pənənddə isə hazırki vəziyyət məlum deyil. Detallar açıqlanmır. Rusiya Ukraynanın Dnipr vilayətinə ballistik raketlərlə zərbələr endirib. Rusiyanın Dniprə zərbələri nəticəsində ölənlərin sayı 17-yə, yaralıların sayı isə 279-a çatıb. Yaralılar arasında 27 uşağın olduğu deyilir. Ötən il ABŞ-da keçirilən zirvə görüşündə qəbul edilmiş qərarlara uyğun olaraq Ukraynanın alyansa gedən yolu açıqdır. Bunu NATO'nun baş katibi Mark Rutte Haakka samiti çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündə deyib. Ukrayna üçün NATO'ya yol açıqdır. Biz danışarkən bu körpünü qururuq. İsrail hərbiçiləri axşam saatlarında ölkə ərazisinə yaxınlaşan 2 PUA-nın qarşısını alıblar. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. PUA-ların İrana məxsus olduğu ehtimal edilir. Bildirilib ki, müdaxilə İsrail hava məkanından kənarda həyata keçirilib. İsraillə 12 günlük müharibədən sonra Tehranın nüvə texnologiyalarına sadiqliyi daha da güclənib. Bunu İranın Xarici İşlər Naziri Abbas Arakçi deyib. Biz bu texnologiyalara çox şey sərf etmişik. Alimlərimiz qətlə yetirildi.
xalqımız sanksiyalara tab gətirdi. Bizə müharibə sırıdılar. İranda heç kim bu proqramdan əl çəkməyəcək. Bu proqram həmişə Magetenin nəzarəti altında olub. Nazirin sözlərinə görə, İranın nüvə proqramı milli qürur məsələsinə çevrilib və onu dayandırmaq cəhdləri yalnız əks nəticə doğuracaq. İsrail İran rejiminin ömrünü uzatdı. Prezident Trump tarixdə heç bir liderin bacarmadığına nail oldu. İran rejiminin nüvə proqramından məhv edilməsi və İsrail ilə İran arasında görünməmiş atəşkəs. Bu həqiqətən heyrətləndiricidir. Donald Trump öz səhifəsində İranla İsrail arasında atəşkəs elan edəndən sonra bu bəy tərifini Ağ Evin mətbuat katibi Karolin Levit yayımlayıb. Trump özü isə müsahibəsində deyib ki, bu Amerika üçün, Yaxın Şərq üçün böyük gündür. İşin ötəsindən gələ bildiyimə görə şadam. Bu atəşkəs sonsuza qədər davam edəcək. Trump iddia edib ki, İsrail və İran münaqişənin sona çatması və sülhün bərqərar olması üçün demək olar ki, eyni vaxtda ona müraciət ediblər. İsrail və İran demək olar ki, eyni vaxtda mənə müraciət edib sülh dedilər. Bilirdim ki, vaxtdır. Sülh və Yaxın Şərq əsl qalibidir. Hər iki ölkənin böyük sevgi, sülh və firavanlıq gələcəyi var. Onların qazanacaqları çox şey var. Beləliklə, tərəflər nəyə qadir olduqlarını göstərdilər. İsrail göstərdi ki, İranın hava məkanına sahib olmaq, istənilən nöqtəsində istədiyi əməliyyatı keçirmək, istədiyi obyekti vurmaq imkanına malikdir. Üstəlik, yüksək Çinli generalları ordu və sepah rəhbərlərini məhv etməklə göstərdi ki, demək olar, İran hərbi siyasi rəhbərliyində heç kim özünü təhlükəsizlikdə hiss edə bilməz. İran göstərdi ki, İsrailin dəmir qübbəsi keçilməz deyil. Atdığı raketlərin böyük əksəriyyəti vurulsa da, ara sıra hədəfə çata biləni olur. Göstərdi ki, onu bombalayan ABŞ-ın hərbi bazasının yan yörəsinə raket atmaq və atmazdan əvvəl də ABŞ-ı xəbərdar etmək şakərindən vaz keçməyib. Göstərdi ki, ABŞ və İsrailin regionda apardığı siyasətin bir parçası olaraq qalmaqdadır. ABŞ isə dünyanın ən böyük bombardımançıları olan təyyarələrindən Fordo və Natanz'a 4 milyard dollar dəyərində 8 super bomba atmaqla göstərdi ki, o, dünyanın ən zəngin və ən güclü, eyni zamanda da ən qəti və gözlənilməz addımlar atmağa qadir ölkəsi olaraq qalır. Nəhayət, hər üç tərəf göstərdi ki, dünyada beynəlxalq hüquq, beynəlxalq nizam, ümumilikdə bəşəri dəyərlər, əxlaq, mənəviyyat adında heç nə qalmayıb. Dünya 3-5 başı pozuq, qəddar, yırtıcı liderin əlində qalıb. Bəs bununla da Yaxın Şərqdəki İran-İsrail qarşıdurması, Fələstin məsələsi, proksi müharibələr və s. bitdimi? Əlbəttə ki, yox. Bundan sonra da hərə öz rolunu oynamaqda davam edəcək.